Qardaş bir dənə yaxın gəl. Mən sənə bir şey hesablayım. Burada torpaq neçədir? Aşağısı 35-40 min manat. 40 min manat müəllim. Hə. 7-ni vurduq 35-ə. 245 min manat. Torpağının Təkcə dəyərindən aşağı. çox Təkcə ucuz qiymətdə. həqiqətən ha. Bu boyda tikini görsən qardaş. İstirahət otağı. Valla. 45 Bir də kvadrat. mənim yerini də xüsusi qeyd elə zəhmət. Bu zonada Zaqulbadan, dəniz kənarı, Mirvari, Şerloxsu Rəssanın üzü. Düz yanı. O villanı görürsünüz, dəyərli izləyicilər. Onun qabağı sıfır dənizdir. Sıfır dəniz. Dənizdə ikinci zərgə. Qapısına kimi asfalt. Prosu bayırı göstərmir ki, sonra gəlirlər filan beş məkan. Məhəlləsi də müəllim ən bahalı ideal. İdeal. Hamısı villalar dostlar. Quşların səsini qulaq. Bəh, sakit bir ərazi. En gözəl. Başlıq təqdimatımızda var. Orada dövlət suyumuz, qazı, suyu, işığı, hər bir şey dəyərli izləyicilər. Sənətdəki kupçadır. Paket kupça. Həm evə, evində torpağında. Bəli. Buranı görürsən qardaş. Bu nədir? 45 kvadratı kimi bir dənə bura. 45 kvadrat. Sadəcə evdə təmizlik işi var. Yəni işləyir, hər bir şey. Sadəcə yaşamırlar. Yaşayış yoxdur. Bəli, yaşayış yoxdur deyənə özləri xaricdə yaşayırlar. Təmizliyə ehtiyac var. Bir də təmizlik Hər tərəfə keçmək üçün yeri var. Qardaş bax, orada quyusu da var. O da işləyir. Su quyusu. İşləməyən bir şey yoxdur burada. Müəllim, bir dənə rəhlənmə, enusiya. Bir də ağır işidir, filandır. Bəlkə 5 min, 10 min manat pul qoy. Bəli, amma bir dənə də baseyn vur. Deyər. Bir halda ki, torpağının qiymətindən də çox ucuz satır. O buranı görürsün, bura verandası, qəşəng, gözəl, 7 sot. Evin arkasında da yeri var. Oradan bax, oradan göstər belə izləyicilərimiz görsün. Ya Allah. Orada əməlli başlı köməkçi otağı da var. Bəli, dostlar, bəli. Həqiqətən səmimi deyirəm. Valla burada torpağın sotu 35 min manata yoxdur. Bir halda ki yoxdur valla. Boş yeri var. Burada da belə ağac yeri var. Yəni ki, torpağının da dəyərindən çox ucuz qiymətdə satılır. Başlayaq buradan təqdimatımızla izləyicilərimiz görsün. Bura bax, hamam otağı, ümumi hamam otağıdır. Kafellərdir, dəyişdirmək olar. Yəni nə istəsəz. Onu qoy deyim sizə, 5-6 ildir yaşayış yoxdur, xaricdədirlər. Bir dənə evin görkəmli fikri verin, gör bir qram nəm yoxdur. Nəmişdir. Hündür bir ərazi. Radiator, kombislidir, hamısı işləyir. Hər bir şey. Bura müəllim, əməlli başlı qonaq otağı. 2 dənə yatağımız. 2 dənə də yataq. Əlavə böyüdə bilərsiniz. Əlbəttə, qabağı da çəkmək olar. Qabağı da çəkə bilərsiniz. Hətta onu deyim ki, bura polis kəmərdir. Bunun üstün qaldır, ikinci mərtəbəni yaratsın. Ay maşallah. Yəni o da mümkündür. O da mümkündür. Bir halda ki, dostlar, sizə torpağının dəyərindən ucuz qiymətə satır. Gəbayırda deyə izləyicilərimizə qiymətimiz. Qiymətimiz nədir? Sakit bir məhəllə, varlıların əhatəsi, gözəl bir ərazi. Qiymət nə gəlir, o deyim. Hə, müəllim. 210 min manat. Ay maşallah. Həqiqətən bu qiymətə belə yer axtarılır. Dostlar, torpağının sotu 30 minə düşür. Burada da torpağın sotu 35-40 mindir. Heç 35 minə bax bu cürlə həqiqətən, vallahi yoxdur. Vallahi deyirəm yoxdur. Kommunalları var, boboda tikili var, filanı var. Yəni 100 min bunun bu üstün şeyidir. Bəli, ağacları, bağı, bağçası. Bir insan ömrü o ağaclar. Ağacların yarısı da orada da var. Vallahi, bəli. 210 min manat. 210 min manat. Gəlin yerindəcə halallaşın. Müəllim, yəqin endirim də olar da. Olar endirimlər. İnşallah. Biz tərəfdən gələn müştərilərə gözəl İnşallah endirim olacaq. Qoy nömrəmizi də qeyd edək. 050 798 98 99. Çox gözəldir müəllim. Həqiqətən çox gözəldir. Allah hamıya xeyir versin.